Salam aleyküm dostlar. 2 motor 2004 deli yol mikrofiltrini değişti. Dedim bu bilmək istəyəndə değişmək istəyən değişsin. Ha bak burada olur. Mikrofiltr budur. Bunu çıxartmağın en gözəli də şurupdur. Şurup bağlayırsan baş tərəfinə çəkirsən çıxır. Biraz çətin çıxır biraz. Yəni çəkirsən çıxır mikrofiltr. Təzəsində qoyub üstündən basırsan. Mikrofiltri çıxartmamış. F1 ilə zaten belədir. F1'də yəni məndə bundandır. İçin başı toz idi. Mən birinci təmizlədim içini, sonra mikrofiltri çıxartdım ki, içəri getməsin gidiyaya. Təzə mikrofiltrimizi inşallah üstüne. Şimdi onun başka şeyin üstünden basmalıyıq ki yatsın yerine. Ehtiyatlı olmaq lazımdır ki, içəri işinə düşməsin. Qəti. Dostlar, gördüm yaxşı oturmayıb yerinə. Belə bir dupillə təzədən onu elə ki ucu küt dupil mismarla vurdum. Süper oturdu. Oturmağına diqqət etmək lazımdır. Bağlama prosesi çox belə hasat bir şeydir. Mesela 4 tane de boltum, 2 tane boltum burası kutuğa da gitti. Açarla da belki de yiyeyim patronla. Vesselam.